Herkese salam dostlar, ben Nihal. Bugün sizlerle birlikte şahmatın en agresif, en keskin ve dünya şampiyonlarının Kasparov, Fischer kimi şahmatçıların en çok sevdiği atışlardan biri olan Sicilya müdafiəsinin Najdov variantını sizlerle birlikte tam izalı şekilde analiz edeceğiz dostlar. Hazırsanızsa keçək analize. Bəli dostlar. Najdov variantı belə başlar. Y4C5, at F3, D6, D4CD, at D4, at F6 və at C3'dən sonra burada 6 ilə Najdov variantı alınır dostlar. Burada bir çox variant var. Bu gün sizlərlə birlikdə 8 dənə variantları analiz edəcəyik. 8 digər variantı. Burada 6'ya qarşı fil Y2 oynanıla bilər dostlar. Burada da fil Y2 oynanıldıqda burada 2 variant var. Y5 veya burada mesela at C6 düzəlmək olar. At C6 mesela fil Y3 daha sonrasında Y5 veya fil D7'də gəlib oyuna devam etmək olar. Biz burada baxırıq fil Y2'yə Y5. Burada at F3 gələ bilər veya at B3. At B3 gəlsə burada fil Y7, sonrasında mesela J4, H6. Burada H4 gəldikdə fil Y6 ilə ona devam edebilirik. Əgər burada at F3 gəlsə isə burada H6 gəlinir. H6 əvəzində burada fil Y7 də gəlmək olar. Ancaq H6 ilə burada fil J5'in qabağını kəsir. Daha sonra H6'ya qısa qala. Burada qısa qala yerinə at D2'də oynamaq olar. At D2'ye de burada fil Y7 kimi bir geliş var. Kısa qala, fil Y6, burada top Y1 gəlinir. Fil Y7, fil F1. Burada fil F1 əvəzində fil Y3 gəlmək olar. Veya mesela at D2 veya A4. Mesela at D2 burada kısa qala qurulur. At F1 burada. Daha sonrasında D5 və burada artıq D5 gəldikdən sonra oyuna qarşılıqla devam edə bilər qaralar. Diğer burada fil F1'ə. Fil F1'ə burada qısa qala qurulur. Gəlinir A4 və burada vəzir C7. Vəzir C7 yerinə burada vəzir A5'də oynamaq olar. Veya at B7 kimi bir gelişdə oynana bilər. Burada vəzir C7 gəlinir. Eğer vəzir C7'ye burada at D5 kimi bir geliş gəlinərsə, burada vurulur və fil F5'in sonra burada C3 gəlinirsə, fil J6 və oyuna belə devam etmək mümkündür dostlar. Məsələn, A5'e burada at D7, daha sonrasında atı gəldikdə C5 xanasına yerləşdirə bilər və ya F5 kimi bir yerişlə də hücum edə bilər qaralar. Belə, ilk variant buydu. Najdov'un 6. gelişte fil Y2 variantı. Keçək digər variantı. Bu 6. gelişte J3 variantıdır. Y4C5, at F3, D6 belə. Altdan sonra burada J3 gəlir dostlar. Bəli, J3'e burada Y5 veya J6 oynamaq olar. Burada Y5 gəldikdə artık burada at D2 veya at B3 kimi gedişlər var. Ancaq burada J6 gəlsəydik, J6 da gələ bilər. Məsələn, fil J2, fil J7, qısa qala və top Y1, daha sonrasında at C6. Belə oyuna devam etmək mümkündür. Bax, gör Y5'də nə var? Y5'ə burada at D2 gəlinir. Burada at D2'dən sonra oyuna fil Y7 ile devam etmek mümkündür dostlar. Fil Y7, fil J2, sonrasında kısa qala veya burada kısa qala yerine B5'de oynamaq olar. Mesela burada geldi at D5, gəlir at B7. Daha sonra at C3 gətirdikdə vurulur. Mesela atla vurdu. Sonrasında at F6'ya gətirir. Veya kısa qalaya devam etmək olar burada. Kısa qalaya mesela fil Y3 gəldi. B5. Yine belə devam etmək mümkündür. Mesela A4'də burada fil B7 gəlirik. Təbii mesela vurduq. Daha sonrasında burada top A8, fil A8 və qısa qala.
Burada B4 gəlirik. At D5'ə də ki, məsələn, fil D5 vurmaq mümkündür dostlar. Belə bir variant. Ancaq burada at D2 əvəzinə burada at B3 gələ bilər dostlar. At B3'ə burada bir neçə variant var. Fil Y6, fil G7, at B7. Burada at B7'ye baxaq. Bu biraz yaxşı deyil. Bu da fil J2, B5, kısa qala fil 7, at D5'ə, at D5, 7 və A5. Burada A4 gəlir işte B4, fil D2 çıxdıqda fil J4 veya burada fil J4 yerine kısa qalaları qurmaq daha yaxşıdır. Burada at B3'ə bir digər varianta bayaq baxdığımızda at B7'ye gəlirdi və daha sonrasında B5'dən sonra fil B7'ye çıxılırdı belə. Ancaq indi burada fil Y6 gəlir. Burada F4 gəldikdə J6 kimi bir variant var veya fil Y7 çıxa bilər. F5'ə fil C8. Yəni belə görünə bilər ki, ağların vəziyyət daha yaxşıdır. Sizə gələ bilər, fil oyuna çıxa bilmir. Ancaq burada ağların yəni hansı bir hücumu da yoxdur. Məsələn, burada J4 gəldi, işte haşaqlı gəlirik. Təbii ki, J5 gəlmək pis olardı ağlar üçün. Buna görə də məsələn burada H4 kimi bir geliş gələ bilər. Gəlirik buna B5. Bu da A3'ə at C6 veya fil B7 də gələnə bilər. Fil Y3'ə fil B7 və belə oyuna davam etmək mümkündür. Yəni bu vəziyyətdə ağlar hücum edə bilmir qaralara. Ancaq gələcəkdə artıq qaralar qısa qala qura bilər və qurmadan D5 sürdükdən sonra oyunun vəziyyətini daha yaxşılaşdıra bilər. Hal-hazırda bu vəziyyət yəni bərabər kimidir. Çünki ağların hər hansı bir hücumu yoxdur. Bundan əlavə burada at B3'ə fil Y6 göstərir. Fil Y7 gələnsə də yenə belə bir davam yolu olur. Burada məsələn B5, A4, B4 yenə eyni variantı gətirib çıxarır oyunu dostlar. Və indi sizə keçək 3-cü varianta. 6-cı gedişdə F4 variantı. Naydorf'a keçildikdən sonra burada F4. Bu da çox oynanılan gedişlərdən biridir dostlar. Yəni burada F4 gedişi oynanıla bilər. Baxaq F4'ə qarşı nə oynaya bilərik? Burada yenə 2 gediş var. Yəni belə deyim, bu variant Naydorf'da yəni daha çox variantlarında yəni Y5 veya J6 ilə davam edirlər oyuna. Fikir verə bilərsiniz buna. Burada Y5 gəlinib və at F3'dən sonra burada at B7. Burada varianta baxsaq, yəni oyun necə davam edəcəyini sizə göstəreyim. Fil Y7 çıxacaq qaralar. Sonrasında kısa qala. Sonrasında B5 və fil B7. Bundan sonra oyuna rahatlıqla qaralar davam edə bilər. Məsələn, burada baxaq, nə gəlsə, məsələn, A4 kimi bir geliş gəlsə, gəlirik vəzir C7. Məsələn, A5 gəldi, tutaq ki, burada gəlir at C5. Fil D3, fil G7, kısa qala. Belə oyunu davam etmək mümkündür dostlar. Bundan başqa at F3 yerinə, məsələn, burada Y5, at B3 gələ bilər. At B3'ə at C6, məsələn, fil Y2, fil Y7, kısa qala və burada artıq vəziyyət tamamilə bərabərdir. Hətta cüzi olaraq qaralara da üstünlük verə bilər bu vəziyyətdə. Və burada Y5 yerinə J6 variantına baxaq. Burada J6'ya fil Y2, fil J7, fil Y3 gəlinə bilər.
Mesela kısa qala, burada kısa qala qura bilər. At C6. H3'e burada at D4 vurulur, fil D4 və fil D7 ilə oyuna davam etmək mümkündür. Belə dostlar, indi isə keçək 4-cü varianta. Najdorf'un 4-cü variantı burada 6-cı gedişdə fil Y3. Buna İngilis hücumu deyirlər, The English Attack. Y4 C5 at F3 D6 belə. A6'dan sonra burada fil Y3. Buna həm 6-cı gedişdə fil Y3 və F3 ilə də davam etmək mümkündür dostlar. Yəni ikisi ilə davam edəcək, yenə eyni vəziyyətə gətirib çıxardıq. Biz fil Y3'ə baxaq, yenə də eyni şeydir. Burada Y5 gəlinir. Y5 yerinə Y6 da gəlinə bilər. Məsələn Y6 fil Y2, fil Y7, F4 daha sonrasında Y5. Belə bir variantlar ola bilər. Burada Y5'ə at B3, at F3 də yenə dediyimiz kimi məsələn at F3'ə də burada at C6 gəlinir, fil G5, daha sonrasında fil Y7. Belə davam edir. At B3'ə fil Y6 veya fil Y7 də yenə daha sonrasında oynanan bir geliştir. Fil Y6, burada F3, daha sonrasında at D7 ve J4 ile hücuma geçmek istəyəndə burada at B6. Yani burada J5 gəlsə heç narahat olmayın. Burada at H5 gəlinir. Veya burada at B6 yerinə fil Y7 də gəlinə bilər. Çünki məsələn artıq burada J5 gəlində işte at H5 var və burada J5 piyadasına hücum var. Belə H4 kimi bir yerişə vəziyyət daha da pisləşir. At B6 girir. Top J1'ə məsələn burada at F1 vurulur. Top F1'dən sonra burada artıq vəziyyət daha da gərginləşir ağlar üçün. Ona görə də burada J4'də at B6 oynanıla bilər, fil Y7 oynanıla bilər. Belə. Burada J5 gəlinişdə artıq at H5 qaçılır və vəzir D2 kimi bir gedişə də D5 ilə cavab verə bilərik. Çünki artıq at B6'dadır. Məsələn burada deyə bilərsiniz fil B6 vurulur, nə olur? Vəzir B6 və Y-dəyə burada uzun qala qurulur. Bəli, uzun qala belə yaxşı görsənməyə bilər xətti açıq olduğu üçün, ancaq daha sonrasında şahı B8'ə veya A8'ə gizlətmək mümkündür. Heç gizlətməyə ehtiyac yoxdur, çünki xəttindən hər hansı bir hücum da yoxdur dostlar. Belə oyuna davam etmək mümkündür. Yəni qısa o da uzun qala qurduqdan sonra at F4, vəzir G1'ə burada at D5 vurulur və oyuna belə davam etmək olar. Digər dostlar, digər 5-ci varianta Old Main Line. Burada 6-cı gedişdə fil G5 variantı. Najdorf'a daxil olduqdan sonra burada fil G5 gedişi oynanılır dostlar. Fil G5'e burada Y6. Y6 və burada vəzir D2. Burada F4 də oynanıla bilər və əsasda oynanılan gedişlərdən biri də F4'dür dostlar burada. F4'də vəzir B6 gəlinir. Vəzir D2 isə burada vəzir B2, top B1 və vəzir A3'dən sonra oyuna belə davam edirlər. Məsələn F5'ə burada B5 kimi bir gediş var. Vursa burada B5'dən başqa at C6 kimi bir gedişlər var. Vursa burada artıq F7 vurur. Fil Y6 da vura bilər, problem deyil. Top B3'ə burada vəzir C5 və oyuna belə davam etmək mümkündür. Artıq F xətti də açıqdır. Kısa qala qurduqdan sonra burada F xəttindən hücum edə bilmək mümkündür. Yəni ağların hər hansı mütləq bir hücumu yoxdur dostlar burada. Ona görə də problem deyil. Vəzir D2'yə baxaq burada dostlar. Dedik ki, Y6'dan sonra vəzir D2. Burada H6 gələ bilər. H6 ilə artıq fil F6, vəzir F6 oyuna davam etmək mümkündür dostlar. Ancaq H6'dan başqa burada B5 daha yaxşı olar. Yenə də fil F6, vəzir F6'dan sonra
Burada A4 gəldi. B ola bilər və ya daha yaxşı ola bilər. Məsələn, B4, at A2 və fil Y7. Bu arada at B4 vurulduqda fil B7 çıxar, fil D3 və qısa qalır. Vəziyyət hal-hazırda tamamilə bərabərdir dostlar. Oyuna belə rahatlıqla davam etmək mümkündür. Keçək digər 6-cı variantımıza. Fişek hücumu. 6-cı gedişdə fil C4 variantı. Burada Naydorfa daxil olunur 6 gedişi ilə və burada fil C4. Fil C4'də burada Y6 gəlinir. Fil B3. At B7. Burada at B7 yerinə B5 də gəlinə bilər. At B7 daha yaxşıdır. Və F4. F4 yerinə F3 daha yaxşı bir gedişdir. Burada at C5, daha sonrasında məsələn fil Y3, fil Y7 belə oyuna davam edirlər. F4'də baxaq görə F4 daha hücumcu bir gedişdir. Burada at C5 gəlinir. Və burada ağların 3 seçebileceği gedişi var dostlar. Y5, F5 və vəzir F3 gedişləri. Bunların üçünə də bir baxaq istəyirsiniz dostlar. Burada qısa qala bilər. Birinci Y5'ə baxaq. Burada Y5'ə at F7 için bir gediş var. Və ya D'yi F'i daha sonrasında at D7 daha yaxşıdır. Burada fil F4 gəlinsə B5 gəlinir. Vəzir J4'də məsələn burada H5. Vəzir J3, H4, vəzir J4 və burada at F6 kimi bir giriş var dostlar. At F6'ya artıq burada YF vurduqda vəzir D4, FJ, vəzir J7 və burada da vəziyyət bərabərdir dostlar. Yəni vəzirlər dəyişsə də vəziyyət qaralara daha xeyirli olur. Ona görə dəyişməməlidir və vəzir Y2'yə gəlməlidir. İndi keçək Y5 yerinə burada qısa qala qurma gedişinə baxaq. Məsələn, qısa qala qursa burada As C4'dən sonra oyuna qalalar daha üstünlüklə davam edir təbii ki də. Buna görə qısa qala o qədər də yaxşı deyil. Baxaq F5 gedişinə dostlar. F5'ə burada fil Y7 oynanıla bilər. Məsələn, vursa burada heç də yaxşı olmur çünki F7 var və ya fil Y6 da vurula bilər. Qısa qalaya at B3. AB qısa qala. Belə oyuna davam edirlər. Baxaq burada fil Y7'yə, digər varianta fil Y3. Qısa qala vəzir F3 gəlinə bilər məsələn burada. Və vəzir C7 ilə oyuna belə davam etmək mümkündür dostlar. Qalaların cüzi üstünlüyü var bu vəziyyətdə. İndi burada F5'ə də baxdıq. Keçək digər gedişə, vəzir F3 gedişinə. Vəzir F3 oynanıldıqda burada B5 kimi bir gediş var. B5 və ya vəzir C7 fərqi yoxdur. İkisi də yaxşı gedişlərdir. İndi F5 gəldikdə burada artıq B4 gəlinir. Əks hücum deyə bilərik bu gedişə. At A4'də qaçdıqda at B3 vurulur. AB və fil D7. Fil J5'ə məsələn fil J5 kimi bir gediş gəlsə, burada fil D7 ilə oyuna rahatlıqla qalalar davam edə bilir. Yəni qalaların vəziyyəti belə daha yaxşı görsənir. Yəni oyuna baxdıqda. Belə, indi isə keçək digər 7-ci variantımıza. Naydorfun 6-cı gedişdə A4 variantına. Bu da çox oynanılan gedişlərdən biridir. Burada 6 gedişlə oyuna daxil olduqda burada A4 gedişi gəlir dostlar. A4 gedişinə yenə 2 variant Y5 və J6 variantları var. İkisinə də bir baxaq. Burada Y5 gəldikdə at F3
və ya at B3 də olar. At B3-də qalan vəziyyət cüzi daha yaxşı olur. At F3-ə fil E7, məsələn fil C4 gəldikdə burada fil E6. Vəzir G2 qısa qala vəzir C7 və fil A2. Burada artıq vəziyyətə baxdıqda burada fil A2 vurula bilər, top A2. Daha sonrasında H6 ilə oyuna davam etmək mümkündür. Burada oxlardan göstərdiyi kimi dostlar, burada at C6, daha sonrasında məsələn fil G5, H6, fil F6, fil F6 ilə oyuna belə davam etmək mümkündür. Və belə artıq belə oyuna davam etmək mümkündür. Və ya dediyim kimi fil A2 ilə də oyuna davam edə bilər. Belə. İndi isə gələk dostlar sonuncu variant, 8-ci varianta. Bu 8-ci variant alternativ variantlardır. Yəni əsas variantlardan başqa digər çox oynanılmayan gəlişlərdir ki, yəni bunu da rəqibləriniz oynaya bilər hər an. Ona görə də bunlara da baxırıq dostlar. Belə. 6 oyunlarda davam etdikdə burada 3 dənə varianta baxacağıq. Fil D3, H3 və top J1. Baxaq birinci fil D3-ə. Fil D3-ə burada at C6 və ya J6, Y5 kimi gəlişlərlə davam etmək mümkündür. Baxaq, yəni Y5 və J6 ilə davam etdikdə oyunun necə davam etdiyini digər variantlarda görürük dostlar. Bu dəfə sizə indi başqa variant göstərim. At C6 ilə oyuna davam etmə variantı. At C6, BC və qısa qala. Burada J6 və ya Y5 də gəlinə bilər, yəni oynaya bilərsiniz. J6, vəzir G2, fil G7, şah H1 də burada rəqib F4, J4 basmaq istəyir, gəlir topunu J1-ə gətirərək. Ancaq təbii ki də belə bir şey o qədər də mümkün deyil. Qısa qala F4 və at D7. Burada fil D2-yə A5 gəlinir. Top A1 və A4, Y5'e burada D, F5'ten sonra burada AC5 dostlar. Artık burada qaraların mənfi bir üstünlüğü var. Çünkü burada artık hem piyada üstündür, hem de artık burada at D3 vurduktan sonra gəldikdə CD'den sonra burada C piyadası zəif qalır və F5 piyadasını da istəyir hətta burada vəziyyətdə. Piyadaları belə qaraların ayrı-ayrı görsənə bilər, ancaq vəziyyəti çox yaxşıdır qaraların. Məsələn, burada baxaq F4 yerinə məsələn fil J5 kimi bir gediş gəlinə bilər. Buna da at D7 var yenə. Daha sonra F4 gəldikdə artıq burada fil J5'də olur. Bu vəziyyətə baxaq. Burada top B8, B2 piyadasına hücum edir. Top A1 və fil C3. Vurduq fil C3, BC, top B1, top B1. Və burada top Y8 ilə oyuna davam etmək mümkündür. Vəziyyət tamamilə bərabərdir. Burada baxaq F4, at D7, fil D2, A5'ə. Burada məsələn top A1 yerinə at A4 ilə davam edə bilər. Və ya top A1, A4'dan sonra burada Y5 yerinə başqa bir geliş B4 ən yaxşı gelişlərdən biridir. B4 və ya B3. Təbii ki də burada AB vurulur, AB və at C5. Yəni burada at C5 gedişi mütləq oynanılmalıdır dostlar. Çünki at C5 gedişindən sonra burada fili istəyir və o fili aldıqdan sonra vəziyyət daha da yaxşılaşır. Çünki D2-dəki fil dostlar çox zəifdir, yəni heç yerə aktivləşə bilmir. Topları aktiv olsa da burada ağların yəni hücum edə bilmir. Və burada C5'dəki at çox aktivdir dostlar. Bunu deyə bilərik. İndi isə baxaq H3 variantına burada. Burada 6 gedişinə H3 kimi bir gediş var. H3 yəni o qədər də yaxşı gediş deyil, ancaq oynanıla bilər. Burada Y6,
veya Y5'te oynana bilər. Y6, J4 gəldikdə, yəni hücum etmək istəyir. Ancaq burada D5 kimi bir gediş var. Y-D'yə, at D5, at D2 gəldikdə, fil B4, fil J2, qısa qala, fil D2, at C3, at C3 və at C6'dan sonra burada A3 və fil Y7. Belə oyun artıq bərabərdir. Mid-D1 hissəsinə keçirdikdən sonra oyunu rahatlıqla davam etdirə bilərsiniz dostlar. Yəni artıq burada Naydov variantı qurtarır və siz oyuna mid-D1 və end-D1 yaxşı bilsəniz, oyunu rahatlıqla davam etdirə bilərsiniz. İndi isə baxaq burada digər variantlardan biri olan top J1 variantına. Burada da məqsəd təbii ki də şah cinahından ağların hücum etməsidir. Top J1'ə burada Y5 veya B5, H6 kimi geçişlər davam etmək olar. Məsələn B5, burada J4 gəldikdə fil B7, fil J2, J6, J5 və at F7. Belə oyuna davam edə bilər. Yəni ağlar hücum edə bilmir hal-hazırda. Qaralar getdikcə figurlarını inkişaf etdirəcək və oyuna rahatlıqla davam edəcək. Burada baxaraq 6-cı gedişdə Y5 gedişinə at B3, fil Y6, J4 və burada D5. Dostlar bunu deyim ki, yəni Siciliyada D5 bastıqdan sonra oyunu davam etdirmək bir o qədər də asanlaşır. Çünki əvvəl D6'da yəni zəif piyada olubdu, fil yəni onu qorumaq məcburiyyətində qalır, fil aktivləşə bilmirdi. Ancaq D5 gəldikdən sonra artıq qaralar biraz daha rahatlayır vəziyyətdə. Y-D, at D5, at D5, vəzir D5 və burada fil Y3. At C6 və artıq oyuna rahatlıqla davam edir qaralar. Mərkəzə əl keçiribdi qaralar. Qaralar hələ ki şahı o qədər də yaxşı vəziyyət deyil. Yəni buradan şah cinahından hücuma keçmək istəsə də ağlar hələ ki heç bir şey edə bilməyiblər. Əgər qaralar oyunu daha yaxşı davam etdirə bilsələr, yəni düzgün oynasalar, oyunu rahatlıqla şey yapa bilərlər. Hətta qaralar bu vəziyyətdə ağlar düzgün giriş tapmasa, oyunu udada bilərlər. Yəni düzgün davam etdirməsələr əgər. Belə dostlar. Dostlar, bugünlük bu qədər. Naydov variantının daha izahlı analizini sizlərə göstərdim. Ümid edirəm ki, siz də bunu oyunlarınıza tətbiq edib qələbələr qazanarsınız. Mənə maraqlıdır ki, siz hansı qaralarla, hansı variantlar oynamağı xoşlayırsınız. Bunu mütləq şərh bölmələrində bildirin mənə. Və əgər videomu bəyənirsəniz, kanalıma abunə olmağı və gələn videolardan xəbərdar olmaq üçün zəng düyməsini basmağı unutmayın dostlar. Hələlik taxta arxasında görüşənədək bay bay.